Baxaq. Deyir ki, elektron poçt ünvanının hansı yazılışı doğrudur? Rahatdır. Bilirsiniz ki, elektron poçtda nə olmalıdır? Ət işarəsi ilə ayrılmalıdır. Cavab dilə baxan kimi görünür ki, hansıdır? B variantıdır. Ad isə bir də sərlövhə nədir? Təkrarlanan hissə var. Bizdə normalda da təkrarlanır. Nədir o? Həydən futə, bəli, sərlövhə Azərbaycanca deyirik, bəli. Hardadır? Aşağı və yuxarı hissəsində səhifənin parametrinə uyğun olaraq ayrılmış səhifə. Hardan biz bunu daxil edə bilirik? Insertdən. Insertdən baxın, hidden footer var. Bax, ya aşağıdan footerdə, hid yuxarıdandır, footer aşağıdan. Mouse'un düyməsini 2 dəfə klikləyərək də eləyə bilərsiniz burada. Nə istəyirsinizsə yazırsınız. Hər dəfə bu hissələr nə baş verir? Təkrarlama baş verir. Baxın, hər dəfə burada yazdığımız hissədə təkrarlama baş verir. Bunu eyni qaydada aşağıdan və yuxarıdan qoya bilərsiniz. Libres kitabxana qovluqlarını əks etdirəni seçin. Kitabxana deyir qovluqları hansılardır? Gəlin baxaq görək bizim kitabxana qovluqlarımız hansılardır. Əvvəlcə File Explorer, ay da oradan çıxdım, eyb yox. Hı -hı. Library hani burada bizdə? Ha, hı -hı. İyi de çocuklar kitabxana qovluğunu tapanlar da bakalım. Burada 13-də yoxdur ki o kitabxana qovluğu. Nəsə tapa bilmədim burada. Baxaq suala. Kitabxana qovluqları hansılardır yerləşənlər? Üç vereceğiz. Bunu niyə şey deyə bilməm, açmadım bir dəqiqə. Neyse. Sonra dördüncü suala baxırıq. Ədəbiyyatı, daha doğrusu coğrafiyası ədəbiyyatdan böyük olanlar axtarın. Hansıdır coğrafiyası ədəbiyyatdan böyük olanlar? 2, 3, 6. And, and. Sonra riyaziyyatı informatikasından böyük olanlar. Riyaziyyatı informatikasından böyük olanlar hansılardır? İki, 2, sonra beş, altı. 5, 6. 5, 6. And nə verəcək bizə? Kəsişməni nəyi verəcək? 2, 6. Or. İndi buranı eləyirəm. Riyaziyyatı ədəbiyyatdan böyük olanlar hansılardır? Riyaziyyatı ədəbiyyatdan böyük olanlar. Not var var. Bildim onu eləyir. Hə, tərsinəsi. Ədəbiyyatı riyaziyyatdan böyük olanlar və bərabər olanlar hansılardır? 1, 1, 4. Vsyo? 1, 4. Ortada birləşmədir. Bizə nə verəcək? 2, 4, 6. 1, 2, 4, 6. Oldu? Hə. Millət deyir ki, buna uyğun bir şey yarat. A1 qovluğun yaradın, yarat. A2 qovluğun yaradın. Sonra B2 qovluğun yaradın, A1 qovluğun açın. Deməli, bu üçü də eyni sırada olmalıdır. Sonra A1 qovluğun açıb, B1-i də onun içərisində. Bunun daxilində nə yaratmaq lazımdır? B1. Oldu? Vsyo. Bax, üçü, bax, görürsən, bax, buna A1, A2, B2. Bax, görürsən, eyni sıradadır. Bu, bunun nə daxilindədir? Elə cavab olacaq B variantı. Sonra
Fikirləşməmişdim önce. Duruşuna baxın. Bax. Eyni sırada durdu. Digərdə olmaz. İnterfeysə görə aid olmayanlar hansılardır? Olmayanları. İnterfeys növlərini hansılar interfeys növü yoxdur bizdə? Əmir, sonra aparat, şəbəkə, bir də ki, proqram. Şəbəkə proqramı. 1, 3, 5. Sonra nə deyir burada? İstifadəçi sildiyi faylın tam adını müəyyən edin. Nəysə. Belə bir qovluqda işləyirdi. Sonra deyir bu qovluqda ağacın ikinci səviyyəyə yuxarı qalxdı. Bu nə? Qovluğu işləyirdi. Dərs üçün materiallar, laborator işləri qovluğunda istifadəçi, dərs üçün materiallar, laboratoriya işləri qovluğunda işlər. Sonra o qovluqlar ağacında 2 səviyyə yuxarı qalxdı. Yəni hara getdi, çıxdı? Dərs üçün materiallara gəldi, çıxdı. Mülahizələr qovluğunu bir hissəsini aşağı düşərək. Deməli, mülahizələrə daxil oldu. Mülahizələrdən girişə daxil oldu. Girişə aşağı düşərək daxil oldu və giriş adlı fail istifadə sildiyi failin tamamladı. Heç nə. C variantı. Bəli, mülahizələr giriş. Sonra kölgə effekti hansı verir? Sonra sənətdə Yunan əlifbası. Bu bilirsiniz də, şeydədir, simvolsdadır. Insertdədir. Hardadır? Simvols. Bir variant. Sorğu nə üçündür? Verilənləri sizə sorğu yollayıram, nə edirsiniz? Bəli, lazım verilənləri əldə etmək üçün. Təsvir etmək, məsələn, avtomatlaşdırma deyil, təsvir deyil. Düstur, insert education. Reisi düsturur. Göstərim. Insert education reisi düsturardır. Simvols elə bir ki, bütün əlifbalardır da, klaviaturada olmayan simvollar, bütün ölkələrin əlifbalar zatlar, hamısı buradadır. Gəldi, bilmədim. Haradaydım, harada qaldım? Burada. Fərdi komitələr hansı nəsil komitənin nümayəsidir? Təbii ki, 4-cü. BIOS nədir? Giriş-çıxış baza sistemidir. Nə edir bu BIOS? Komiterin qurumlarını idarə edir. Onlar işə salınması zaman testləşmə, əməliyyat sistemi yüklənməsinin, əsas məsələ əməliyyat sistemi yüklənməsini eynir, həyata keçirir. Elektron təqdimatda hansı əmr vasitəsi? İnterval. İnterval demişəm, haradadır? Setup'dır, bəli. Created slide neyinir? Bəli, hide gizləyir. Sort versə slide çeşiddir. Sonra elektron cədvəldə xanalarda hansı formatlaşdırma əməliyyatı tətbiq etmək mümkün deyil. Xanaya biz neyniyə bilmirik, ay millət? Mətni düzləndirmək, formatlaşdırmaq, tətbiq etmək mümkün olmayan axtarır. Xananı 2 yerə bölmək, sərhədlərini rəngləmək olur. Formasının hündürlüyünü dəyişə bilirik. Mətni düzləndirə bilirik, formatlaşdırmaq, xananın fon rəngini doldurmaq, onu da eləyə bilirik. Hansı edə bilmədik? Bəli, əslində biz xanaları, 2 dənə xananı birləşdirə bilirik Merkel əmri vasitəsilə. Baxın, Merkel əmri buradadır. Bunu birləşdirə bilər. Amma bir xananı 2 yerə bölə bilmirik. Oldu? Təzən birləşdirib hədə onu şey edə bilirsiniz. OSI səviyyəsində ötürülən informasiya statik təsvir edir. Haradadır? Səhvləri yəni axtarır da. Harada axtarır bu xidmət səviyyəsində? Təbii nümayişdə bu axtarası deyil, nümayiş ən son mərhələdir. Düzdür? Fiziki başlanğıc mərhələdir. Burada da səhv axtarası deyil, hələ indi başlayır. Haradadır? Nümayişdə. Nümayişdə olmur axı. Nümayiş sonda deyil. Fiziki SNT. Təqdimat deyil, hə, nümayişdədir, düz deyil. Evet, C variantıdır. Sonuncu mərhələdə statik olmur. Sonuncu mərhələdən əvvəlkində olur statik səhvlər. Əvvəl yoxdur, sonra nümayiş etdirir də, sonra. Nümayiş deyəndə, təqdimatı nümayiş şey deyirəm mən. Beynim öyle algılayır.
Nəysə, simvolların əvəz edilməsi. Bunu keçən dəfə, neçə dəfə görmüsünüz. Demişəm ki, nədir? Insert. Overtime. Bəli. Harfləşdirmə proqramlara aid olmayanları deyir. 2, 4, sonra Maple 7, bəli. Ziplər, rarlar hamısı hardadır? Aiddir. Da nədir? B variantı. Millət bunu deyir ki, elə eləməlisiniz ki, 2, 3, 4, 5 çap olunsun. Əslində bunu biz sizlə proqramlaşdırma falan keçmədiyimizə görə, bundan əvvəl sınavda da mən salmışdım. Sizə belə bir şey gəlmişsə. Yazmışdınız o sualı. Siz düz yazmışdır mənim sınavımı. Ya burası. Niyə? Burada 20'lərdən düşmürsən aşağı. 7, 14 yaz. Səboy sən? Getməmişdiniz. Əskər ümumiyyətlə baxmıram. Əskər başını sağ başladı. Hə, nəysə. 2-5 aralığında. Onda biz siz burada variantları yerinə qoymalısınız təxmini ki, görək burada. Elə ki, biz çapa gedənləri axtarırıq da və diqqət eləsəz bura gövdədir. Biz gövdədə də çapa bir şey veririk və bu 5 gəlib burada çapa getməlidir. Amma 2, 3, 4 isə burada çapa getməlidir. İndi bunların əvəzinə deyir hansını yazsaq? Hansı yazsaq olar? C-ni yoxlayaq. Bəli. Deyir ki, bu arada özü də aralıq verib də 2 və 5'i qoyur zaten, düzdür? Deyir ki, şərt doğrudur. Özünüzdən istədiyiniz bir rəqəm də qoya bilərsiniz. Bu məsələn verib sizə. Şərt doğrudur. Yox. Gəldi nəyə çap elədi? 2'ni. Sonra A-nın qiyməti artdı oldu 3. Sonra yenə gəldi. Şərt doğrudur. Yox. Gəldi 3'ü çap elədi. Oldu 4. Qalxdı yuxarı. Şərt doğrudur. Yox. Gəldi düşdü 4'ü çap elədi. Aldı 5. Qalxdı. Şərt doğrudur. 5 5'ə bərabərdir. Hə, çıxanda da 5'i çap elədi. Oldu. Uyğunluğu müəyyən edin. Fiziki hansıdır? Düyüm santimetr. Hanı düyüm santimetr? Görəmirəm. A, C. Ha. Failin həcmi nə ilə ölçürük? Byte-la şükürlər olsun. Sonra təsvirin aid etməsi də ay sağ ol. Harada bu? B və 7. Cavab nə oldu? Hansı variant? A, C, D. D variantı deyirsən. B. D variantı. Ay, bu çox maraqlı sualdır bu. Çox möhtəşəm sualdır. Amma diqqət eləməlisiniz ki, bilirsiniz də şey necə gedir. Bu istiqamətdə. Həmişə deyiləm. Bax, orada da çox uşaq elə ona görəsən. Məsələn, birinci A2'nin qiymətidir. Atrəmə A variantını yoxlayıram, digərlərini də yoxlayacaq. İkinci B2'nin qiymətidir. Bura olacaq C2'nin qiyməti. Əvvəlcə bu qiymətləri tapaq, ondan sonra faizinə baxarıq. Da heç. Düzdür. Produkt nədir? Ay millət, hasildir. A1 ilə C1'i toplayır. A1 ilə bir-birinə vurur, toplayır da deyirəm. 5'i vurdu 30'a neçə elədi? 150'ni 2'ye böldü. 75. Oldu. Sonra A1'i vurur B1'ə. A1'i vurdu B1'ə. Neçə elədi? 5'i 16'ya vurdu. 50. Buranı da axtar. Bu da 125. İkisinin cəmi 125 və 50%. Bəli, bəli, bəli. İkisinin cəmi. Deməli, birinci neçə faizdir? 50%. A 50% olmalıdır. Bax, məsələn, B variantın avtomatik çıxdı. Bax, buradan başladığına görürsünüz, A-ya nə düşüb? 10%. Sağdan, bax, buradan, sağdan sola doğru 20 düşüb. Burada da nə düşüb? Bax, bu cür getməlidir. 50% deyib ki, bura düşüb də. Bizdə 50% nəyə düşüb burada? C variantına düşüb. Oldu. Sağdan sola doğru gedir bu istiqamətdə. Deməli, 50%, 30% olacaq. Bu da neçə olacaq? 20%. A variant. Yüzsenet nədir? Deyir, doğru mülahizələr. Kompüterdə istifadə etmək üçün istifadə edirik. Hipermetri, media, audio, nəsə düzdür. Yandex məşhur ingilis hansıdır? Görürsünüz, bu sektorunda oxuyan. Həmən dedi ki, yox. Yağ axtarış sistemlərindən biridir, düzdür. Outlook qlobal şəbəkədə web səhifələrə baxış üçün istifadə edilir. Cavabımız bizdən nə istəyir? Cavabımız nə oldu? 8 üstü 6, 16'lıq say sistemində. Millət, biz bunu 2 cür yaza bilərsiniz. Qoydu, nə 58 oldu. Həmən başdan sona hesab edirəm. Ona görə suallara cavab verirəm.
Nə vaxt gedirəm, əlimdən hamısı aşağıda olur 15 dəqiqə qalmışsa. Gec gəlirlər. Və gec gəlirəm gələndə. Tam 55-də çatıram. Barmağınızı vuran. Allah tez gəlir. 8 üstü 6 neçədir bizdə? 2 üstü 18. Bir dənə 1, arxasınca neçə dənə sıfırımız var? 3, 4, 5, 6, 7, 8, 9, nəysə də 18 dənə. Sonra bunu neçə böləcək? 4, 4 ayıracaq, 4, 4 ayıracaq, 4, 4. 4 dənə nəyimiz olacaq? Sıfırınız olacaq. Bu arada 18-i böləndə 4 neçə edir? 16. 2 dənə sıfırımız qaldı da burada, düzdür? Buraya yazıram 1, 2, 4. Burada nə gələcək? 4. 4 arxasınca neçə dənə sıfır? 4 dənə sıfır. Oldu. İndi düzgün bölmədim də sıfırdan sonra. İkilik say sistemi. Bu hansı say sisteminə çevirdik? 16-lıqdadır. Dedə baş. 16-lıqda. İkilikdə də bu ədədin cəmi 10-luqda gətirmir. Onda bunu 16-lıqdan 10-luğa gətirərəm. 4. Düzdür? 4 vurulsun 16 üstü 4. Üstünə də gələrəm. Peki 18 düz böl 16-nı 4-ə bölən neçə düşür? 4 düşür də 4 4 ayıram. Düz basmış. İlk rəqəmini soruşur. 4'ü götürürük ancaq. Hə, 16 hamısını götürmür. 4'ü götürürük. İlk rəqəmin deyilmiş. Təmizdir. Bunu da ikilikdə nəyə çeviririk onunla? 1, 2, 3, 4. Bu neçələrdir? 23. 16. 16'nın üstünə 2 üstü 16 üstə gəlinsin 2 üstü 2, 4. Üstə gəlinsin 2 üstü 1, 2, 1. 23. 23 ilə də 4 toplayanda 27. Amma bunu başqa cürdə yazmaq olar. Daba 8 üstü 6'nı qoy onu da deyim sizə. 2-ni qüvvətli şəklinə gətirdik. 218. 218-i 16 say sisteminə almaq üçün 2 üstü 4 deyil yadımız var. Düzdür. 4'ü neçəyə vuran 18'e yaxın ədəd edir? 4. Yerdə qaldı 2 üstü 2. 4 vurulsun. 16 üstü 4. 16 üstü 4'ün qiyməti 4. 16 üstü 3 yoxdur. 2 yoxdur. 1 yoxdur. 0 yoxdur. İlk rəqəmi 4. Ay millət, sonra doğru mülahizələri seçin. Siz deyək. 23'ə baxaq. Hə. Slayd bir neçə effekt vermək mümkündür. Mümkündür bu slayda bir neçə effekt? Bir slayda bir neçə effekt. Keçid effekti verə bilmirik ki? Yox. Getdi. Nümayişində slayd flomastер daxil edib çap etmək mümkün deyildir. Amma mümkündür də. Biz orada qırmızı ilə zaten yazanda çıxırdıq, xatırlayırsınızsa. Göstərərdim vaxtımızı. Slayda verilmiş keçid effektlərin ön baxış həyata keçirmək üçün vəziyyət sətrində ayrıca düymə nəzərdə tutulmamışdır. Vəziyyət sətri aşağıdır da, düzdür. Aşağıda nəzərdə, amma yuxarıda preview var idi. Yəni bu düz yazılıb, vəziyyət sətrində deyil, yuxarıda nəzərdə. Slayddakı mətndəki simvolların məsafəsini dəyişmək üçün hər hansı bir əmr yoxdur. Var da, Homelink tabında orada AV əmr var idi. Simvol arası məsafəni var. Burada nə edir? Axtar. Düz axtar. Hə. Bu da səhvdir də. Əmr yoxdur deyir. Təqdimatda yeni slayd Homelink tabından əlavə edə bilirik. Bəli. Slayda fərqli sərlövhələr vermək mümkündür. Mümkündür. Verə bilirik. Sonra konteynerdə uşaqlar sayırdı. B2, D5. 1. Amma yalnız nəyi sayır rəqəmlər? 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə və 5 dənə. RAM nədir? RAM. Müvəqqəti yadda saxlayan nədir? Bəli, hardadır cavabımız? D. ROM neyinir? Bəli, adı, bir də ki, BIOS oradadır, bəli. Sonra Cumhus nədir? Vaxtı, tarixi nizamlayır, başqa nə seviyyəsi? Bir də konfigurasiya edir, qoy. Oldu mu? O biridən